salam, mən Mədədxanov Rəşad. Məndə hər şey qaydasındadır, hər şey yaxşıdır, şükür Allaha. Aləmə demək istəyirəm ki, hər şey yaxşıdır, narahat olmasınlar. Özgə sizə xidmət. Bizə göstərən xidmət çox yüksək səviyyədə, çox sağ olun hər kəsə. Bizim adı nədir? Konsulumuzda da təşəkkür edirəm. Bizim Azərbaycan diaspora cəmiyyətinə də çox böyük təşəkkür bildirirəm. Fərhad müəllim. Fərhad müəllim başda olmaqla çox sağ olun da. Hər şeydən razıyıq. Özümüzü də çox yaxşı hiss edirik. Dünənki gündən çox. Sağ ol. Allah saxlasın. Amin. İbadzadə Samir. Mən də öz təşəkkürümü bildirirəm. Hər şey qaydasındadır, hər şey yaxşıdır. Göstərilən qulluq da yaxşıdır. Yəni, maraqlanırlar. Burada yaşayan Azərbaycan vətəndaşları gəlirlər, bizə kömək edirlər, produkt gətirirlər, çox sağ olsunlar. Hər şey qaydasındadır. Bizə Azərbaycan diasporasına təşəkkür edirəm. Sağ ol. Fərhad müəllim. Sağ ol. Allah şəfa versin. Amin. Mən vali ovimin vəziyyətim, yaralarım olsa da vəziyyətim yaxşıdır. Həkimlər bizlə maraqlanırlar. Fərhad müəllim başda olmaq üzrə Azərbaycan cəmiyyəti sağ olsun, bizlə maraqlanırlar. Bizə göstərilən xidmətin də yaxşı olmaq üçün maraqlanırlar. Burada Azərbaycan vətəndaşları da sağ olsun. Özləri də gəlirlər, bizə baxırlar. Bizi tək qoymurlar heç vaxt. Fərhad müəllim olsun, Azərbaycan cəmiyyəti olsun, sağ olsunlar. Vətəndaşlar olsun. Ailəmə də bildirmək istəyirəm ki, vəziyyətim yaxşıdır, hər şey qaydasındadır. Sağ olun. Allah şəfa versin. Sağ ol. Mənim oğlum. Sağ ol. Zəfər Namiq Ülqaroğlu, yaxşıyıq, vəziyyətimiz yaxşıdır, bizə yaxşı qulluq edirlər, istədiyimiz hər şeyi verirlər. Hökumətimizə, diasporamıza, səfirliyimizə təşəkkürümü bildirəm. Fərhad bəy sizə təşəkkürümü bildirəm, bizlə maraqlanmışsınız. Bizim üçün belə deyək, nə lazım olsa verirlər, paltardan, geyimdən belə, yəni nə istəmişik, hamısını təmin edirlər, sağ olsunlar.